Aha. Bir gün ikimizi bir yerə toya çağırıblar, adını deməyəcəm bir rayona. Aha. Məşhur toydur. Qoyacam tamaşaçılar da eybi yox deşsin. Könül xanım 5000 manat alacaq, mən 3500 manat. Qulaq asın, qulaq asın. Deməli toy. Mənim canım, həqiqəti danışırsansa, bax, düz danışırıqsa sıfırın birini götür oradan. 500. Sıfırın birini götüreyim. Hə, 500. 500, 500 hə. Hə, 5000 deyirsən, heç 5000 dedim çaşqın. mən çaşqınlar. Deməli, bəri bax. Toya 3 gün qalmış ev yiyəsi zəng eləyir. Gel götür. Ev yiyəsi zəng eləyir. Bu da işsəndə. Ağlar müəllim, toy qaldı. Bu da işsəndə. Toy qaldı, bəs qaynanam getdi rəhmətə. Yavaşca Allah rəhmət eləsin. Könül xanıma da zəng eləyib. İndi Könül xanıma deyirəm ki, ay Könül xanım, eşitdin? Dedi, hə, dedi, mənə də dedi, qaynanama rəhmətə gedib. Bu bədbaxt bilmədi, onun qaynanası rəhmət etməyib, bizim qaynanamız rəhmətə gedib. Pul batır, pul batır. Bir əhvalatla danışım Könül xanımla. Təzə maşını var, cipi. Mənə dedi ki, Şəmkirə toya gedirik. Şiştəpə kəndidarıdır. Dedi ki, ağalar, mənlə gedək də darıxma, sən maşını at getsin. Dedim, yaxşı. Gedirik, Ucar Yevlaq yolu, yaxşı yoldur axı. Elə Ucarda çörək yedik, yol gedirik, gördüm o səs gəlir. Dedim, ay Könül xanım, bu nədir? Bax, burada belə baxır. Dedi ki, ağalar müəllim, bu Yapon maşındır, bu deyir ki, o remeni taxçıdan, təhlükəsizlik təməri. Dedim, hə. Biraz qalxdı 130-140, səs kəsir axı o sən demə, mən bilmirdim. Dedim Könül xanım, bəs gəlmir axı, indi səs gəlmir axı. Deyir, ha, indi deyir ki, cərtaq cəhənnəm ataq. Yapon el. Özüm biləsən, can sənin cəhənnəm sənin. Xəbərdarlıq nə qədər olar?